Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və digər konfrans iştirakçıları Ümumilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında Əzəmət Ucalan abidəsini ziyarət edib önünə tərgüllər düzüblər. Heydər Əliyev muzeyində olan ziyarətçilərə Ümumilli liderin irsinin dəyərli nümunələrindən ibarət eksponatlar barədə ətraflı məlumat verilib. İş otağında istifadə etdiyi əşyalardır. Öz cibində gəldiyi plan ayasıdır. 93-cü ildə xalqın tələbləri Naxçıvandan Bakıya gedərkən burada qalan gecəli kostyumun cibində oldu. Aman o kostyumlu qonşu tərəfdə təqdim olunacaq sizə. Stol üstü əşyalardır, qələmdar, kürsülü. Heydər Əliyev sarayında təşkil olunan rəsm və dekorativ tətbiqi sənət nümunələrindən ibarət sərgiyə baxış olub. Bütöv Azərbaycan xəritəsinin əks olunduğu xalça, Ümumilli liderimizin portretləri, tarix və mədəniyyətimizə dair digər əsərlər maraq doğurub. Konferansda Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəli sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra müstəqil Azərbaycan Respublikası Konstitusiyasının tarixinə həsr olunmuş videoçarx təqdim edilib. Biz Azərbaycanın məhkəmə sistemini tamamilə müasir səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimlər test usulü ilə imtahandan keçdilər, yarışdan keçdilər və kim qalib gəldi, o da hakim təmin olundu. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli konferansda çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramı Muxtar Respublikada yeni inkişaf mərhələsinin başlanğıcını qoyub. Proqram çərçivəsində qarşıya qoyulan prioritetlərdən biri olan institusional islahatların aparılması nəticəsində Muxtar Respublikanın dövlət orqanları ilə Azərbaycan Respublikasının dövlət orqanları arasında əməkdaşlığın gücləndirilməsi, inteqrasiyanın aparılmasına nail olunub. Bununla yanaşı proqramda nəqliyyat logistika infrastrukturunun yenilənməsi, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal idarəetmənin tətbiqi, enerji səmərəliliyinin artırılması və əhalinin rifahının yüksəldilməsi də prioritetlər kimi müəyyən olunub. Səlahiyyətli nümayəndə qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyətli qərarları ilə vətəndaşların pozulmuş mülkiyyət hüquqlarının bərpası istiqamətində sistemli və ədalətli tədbirlər həyata keçirilir. Uzun illər ərzində müxtəlif səbəblərdən mülkiyyət hüquqları pozulmuş minlərlə vətəndaşımızın hüquqları məhkəmə və inzibati qaydada bərpa olunur, kompensasiyalar ödənilir, qanunsuz zəbt olunmuş əmlaklar qaytarılır. Muxtar Respublikada artıq 642 nəfərin hüququ bərpa olunub və bu istiqamətli işlər davam etdirilir. Bu addımlar bir daha göstərir ki, Konstitusiyada təsbit edilmiş mülkiyyət toxunulmazlığı prinsipi dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir və hər bir vətəndaşın hüququ qorunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxışında vurğulayıb ki, Naxçıvan tarixin hər bir dövründə Azərbaycanın ictimai-siyasi həyatında öz çəkisi ilə xüsusi olaraq seçilib. Naxçıvan Azərbaycan dövlətçiliyinin formalaşmasında 1990-cı illərdə xalqımızın yenidən istiqlala qovuşmasında əvəzsiz xidmətlər göstərib. 1990-1993-cü illərdə Naxçıvanda siyasi fəaliyyət göstərən Ulu Öndər Heydər Əliyev dövlətimizin həqiqi müstəqilliyinin bünövrəsini məhz burada qoyub. Ümumilli liderin fəaliyyətinin Naxçıvan mərhələsində gördüyü işlər, atdığı addımlar 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müstəqil dövlət quruculuğunda mühüm rol oynadı. Dərin zəkaya malik olan böyük ictimai-siyasi xadim bilirdi ki, Azərbaycanın daimi müstəqilliyinin təminatı üçün yeni ruhda yazılan və azad xalq tərəfindən qəbul edilən müasir konstitusiyaya ehtiyac var. 1995-ci il noyabrın 12-sində Ulu Öndər Heydər Əliyevin şah əsəri, Azərbaycan tarixində ilk müstəqil respublikanın konstitusiyası ümumxalq səsvermə
səsvermə yolu ilə qəbul edildi. Konstitusionalizm quruculuğunda növbəti mərhələ isə 1998-ci il iyulun 14-də ümummilli liderin təşəbbüsü ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılması olub. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılmasını olduqca mühüm addım kimi dəyərləndirən Fərhad Abdullayev qeyd edib ki, bu islahat bölgədə idarə etmə üsulunun səmərəliliyinin daha da artırılmasına, həmçinin iqtisadiyyatın inkişafına öz töhfəsini verir. Azərbaycanın ən gözəl bölgələrindən olan Naxçıvan Muxtar Respublikasına dəvət etdiyiniz və birgə keçirilən tədbirə görə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi adından təşəkkürümü bildirir. Sizlərə sağlam və xoşbaxt həyat, işlərinizdə uğurlar arzu edirəm. Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəqtaşı bildirib ki, bu il Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyi ilə yanaşı dövlət suverenliyimizin tam bərpasının və ərazi bütövlüyümüzün təmin olunmasının real nəticələrini yaşadığımız dövrdür. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2025-ci ili Konstitusiya və suverenliyi ilə elan etməsi təsadüfi deyil. Bu qərar müstəqil dövlətçilik tariximizin mühüm dövrlərini əhatə etməklə yanaşı, həm də gələcəyə hesablanmış strateji bir çağırışdır. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri akademik İsmail Hacıyevin də çıxışı dinlənilib. Tədbir bədii hissi ilə davam edib. Azadlıq güneşin sönməzdi, mərd xalqın yolundan dönməzdi. Azadlıq güneşin sönməzdi, mərd xalqın yolundan dönməzdi. Ömür çox gözəldir, ömür firavan, bizə dayan olur o böyük insan. Əməli şadın, əməli təmin, çiğinçinə durub dayanmışıq biz, bu yurdun bəcəlik dayağı ilham. Həmin gün tədbir iştirakçıları Naxçıvan şəhərindəki Əcəmi Seyrangahı Mədəniyyət və İstirahət kompleksi ilə tanış olublar. Tanışlıq zamanı ərazidəki 12-ci əsr abidəsi Əcəmi Əbubəkiroğlunun dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə Xatun türbəsi haqqında məlumat verilib. Qeyd olunub ki, Prezident İlham Əliyev dünya əhəmiyyətli tarix memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirən Möminə Xatun türbəsi orijinal quruluşu əsasında bərpa olunacaq. Həmçinin ümummilli lider Heydər Əliyevin Əcəmi Seyrangahı Mədəniyyət və İstirahət kompleksindəki büstü də ziyarət edilib.